Bu il yeni il bayramın atamgillər rayonda qeyd elədik. İşlərimizin çoxluğundan dolayı biz demək olar ki, yeni ilə elə ayın 31-i hazırlaşdıq. Həm mənim işlərim çox idi, həm mamagilin. Ona görə də biz elə demək olar ki, az yemək bişirmişik. Papa hinduşkası var idi. Daha zor saxlayırdı. Onu kəsir, xoruz kəsir. Bir də quzu var idi, onu kəsir və kebab eləyirik. Mən aşı eləyirəm, 2 türlü salat eləyirəm. Başqa da heç də bişirməyə vaxtımız qalmır. Bütün bu prosesləri sizin üçün vlog eləmişəm. Videonun sona kimi izləyib məni takib etməyi, videonu bəyənməyi unutmayın. Deməli gördüyünüz kimi atam özü qəssab olduğuna görə qəşəng toyuqları da, hinduşkanı da, daha sonra quzunu da özü doğrayır, şişə keçirdir. Mən də həmin ərəfədə salatları hazırlayıram. Günorta yeməyini baba bizim üçün balıq bişirir. Mən daha sonra başlayıram süfrəni hazırlamağa. Bütün bu şeyləri adi günlərdə o qədər çox alırıq, yeyirik, o qədər çox süfrəmizdə olur ki, belə bayram günlərində artıq əvvəlki elə bilirəm ki, dad yoxdur. Əvvəllər gözləyirdik ki, yeni il olsun biz pariçini yeyək və yaxud da gözləyirdik ki, yeni il olsun biz evdə fındıq, fıstıq olsun yeyək. İndi hər daim var deyə sadəcə olaraq qabı dəyişirik ki, hə, fərqli qabda olsun. Qızım da süfrəni hazırlamaqda mənə kömək eləyir. Maşallah olsun, artıq qızım da böyüyür. Bu illəri onun 2026-cı ildə 8 yaş olacaq. İnşallah Allahın izni ilə daha da getdikcə böyüməyinə sevinirəm ki, biraz daha yaxşı anlasın məni, daha yaxşı kömək eləsin mənə. Papam da hinduşkanın kebabını belə hazırlayır. Mən də onun hazırladığı quzu kebabını sanki özüm hazırlamışam kimi gətirirəm. Allah valideynlərimizə can sağlığı versin. Həqiqətən də onlarla birlikdə keçirilən bayramın dadın, duzun heç nə verməz. Keçən illəri düzdür onlarla keçirtməmişdik. Amma bu illəri onlarla keçirmək qərarına gəldi. Ən yaxşısı da mənə elə gəlir ki, budur. Nənəm də gəlmişdi. Atam gətizdirir nənəmi ki, biz də keçirsin bu il bayramın. Hər il öz evində olur. Dedi bu il bizdə olsun. Həm də kebab falan hazırlamışdıq. Biz onsuz heç bir zaman nə kebab yeyərik, nə də hər hansı bir başqa yemək bişirib onsuz yeyib. Biz gəlirik, nənəm də mütləq gətirir. Mələk də dünən axşam bizə evdəki yolkanı gətirmişik. Gətirin ki, hətta quraq həmin yolkanı gətirib, qabağına hədiyyələr qoyub, babasına bəzətdirib, düzəltdirib. Nəsə ki, oynayır şarları ilə. Əslində ildə hər zaman belə olur ki, biz öz evimizdə yemək yeyirik, nənələrimi gedirik təbrik etməyə. Bu illəri əksinə oldu. Bizə heç kəs qonaq gəlmir. Bu il əksinə oldu. Biz nənəmi gətirdik. Ondan sonra bibilərim falan da bizə qonaq gəldilər. Allah süfrəmizi hər zaman bol eləsin. Hər zaman süfrəmizin başında böyüklərimiz olsun. Biz də onların ətrafına belə toplaşaq. Neçə belə gözəl illər qeyd eləyək. İnşallah gələn illəri qardaşımın da inşallah xeyir işin görək Allahın izni ilə. Dünəndən Mələk deyir ki, mama evdə tək kinosu var. Onun ikinci səsi verəcək, mütləq baxarıq. Mələyin xahişini yerə salmırıq, kinoya da baxarıq. Qızlar, 30-u axşam ballı tort bişirmişdim. Onu da çayla içirik. 2025-ci ilin son vlogu ilə sizinlə sağollaşıram. 2026-cı ildə görüşənədək bayramınız mübarək.